Mesela altı Kur'an-ı Kerim buyurur ki, bəl yədəhu məbsutətən, onun iki əli açıqdır. İstədiyi qədər insanlara neymətlərini verir, subhanallah. Allahın əli, əl sifəti. O an biz desək ki, burada əldən məqsəd Allahın insanlara verdiyi neymət qəsd olunur. Biz Allahı özü buyurduğu kimi vəsfələdik, yox. Həddini açdıq. Alta dedi, əl sifəti, subhanallah. Bidət əli gəlib nə inir? Deyir ki, biz desək ki, Allahın əli var, oxşadarın Allahın yaratdığını elə ondan sonra inkar eləyər, subhanallah. Sənə kim deyir ki, oxşar? Allahın əli var, özünə layiq, xüsusi, keyfiyyətini bilmirik. Güya bunlar şübhədən qaçırlar. Bu da hamısı o Yunan fəlsəfəsi o qədər tərcüm olundu, yaxşısı da, pisi də. Başladılar hətta Allahın zatı, mövcud varlığında şübhəyə düşməyə, subhanallah. Ona görədir, Allah təala necə vəsf veribsə, elə qəbul edir. Əldən məqsəd əldir, amma biz keyfiyyəti nədir bilmirik. Ona gələcək. Yəni o xırdaqlar gələcək. Əgər biz desək ki, əldən məqsəd Allahın qullarına verdiyi neymətdir və yaxud da ki, bidət əhli deyir ki, əldən məqsəd nədir? Qüvvətdir. Subhanallah. Yəni Allah təala özü deyərdi ki, yəni və mən əsdaqu minallahi qilə. Allah təaladan daha doğru kim danışa bilər? Allah təala deyir ki, əlin var, bu deyir, yox, sənin əlin yoxdur deyir. Subhanallah. Niyə? Mən desəm ki, Allahın əli var, oxşadarım insan. Sən kim deyib ki, oxşar? O zaman onda hər şeyi inkar elə. Bismillahirrahmanirrahim. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Gördüyünüz kimi mücəssimələr, müşəbbihələr mövzudan yayınmaq üçün dərhal keyfiyyət məsələsini ortaya atırlar. Hansı ki biz mücəssimələrdən, müşəbbihələrdən əl deyəndə əlin keyfiyyətin, həddin, hüdudun, səthin, xəthin soruşmuruq. Əksinə biz hansı ki deyirlər ki Allahın əl sifəti var və əli sifət olaraq isbat eləmək qeyri-mümkündür. Halbuki yəni əl qeyri-mümkündür ki, sən əlin sifət olduğunu isbat edəsən. İstənilən ərəb lüğət kitablarına, qamuslara açıb baxsaq görərsiniz ki, əlin sifət mənası yoxdur. İndi bu adam deyir ki, bəs biz Allahın əli var, amma ki bilmirik necədir, keyfiyyətini bilmirik. Birinci məsələ budur ki, desək ki, Allahın əli var, keyfiyyəti yoxdur. Tamam, düzdür, bu da xətadır. Amma ki, Allahın əli var, keyfiyyətsiz, hədsiz, hüdudsuz, bu nisbətən doğru kəlmə olar. Çünki bu insan Allahın zatından danışır. Yəni Allahın zatından danışır, hansı ki deyir ki, Allah əl, yəd, Allah Azza və Cəllənin zatı sifətlərindəndir. Deyir, mən keyfiyyətini bilmirəm. Deməli, keyfiyyəti var, amma ki, mən bilmirəm. Təsəvvür edirsiniz, yəni adam qorxmadan, çəkinmədən deyir ki, keyfiyyətini bilmirəm. Var keyfiyyəti. Bu nə deməkdir? Yəni, keyfiyyəti var, keyfiyyətini mən bilmirəm. Bu açıq-aşıq küfürdür. Bir də ki, deyir ki, hər söhbətin axırında deyir ki, biz keyfiyyətini bilmirik. Yəd sifəti mövcuddur, keyfiyyəti məchuldur. Biz sizdən keyfiyyət soruşmuruq. Biz sizdən məna soruşuruq. Məna, yəni əlin mənası nədir? İzafədən öncə Allah Subhanahu və Taalaya ki, əl sifətini nisbət edirsiniz, bunun mənası nədir? Biz məna soruşuruq. Niyə mənadan qaçırsınız? Yəni, mənasını bilmirsinizsə əgər, niyə maturidiləri bidət əhli adlandırırsınız? Çünki maturidilər təhvid edir, bəs deyirlər ki, Allahın sifətinin mənasını bilmirik. Var amma bilmirik. Məna var amma bilmirik. Yəni, məna deyəndə, misal üçün deyirik ki, Allahın xaliq sifəti var. Mənası nədir? Keyfiyyət soruşmuruq. Mənası nədir xaliq sifətinin? Mənası budur ki, yaratmaq və yaxud Allah Azza və Cəllənin Razzaq sifəti var. Mənası nədir? Mənası budur ki, ruzi verər Allah Azza və Cəllə.
Demirik necə ruzu verər. Demirik ki, necə baş verər bu proses. Demirik ki, Xaliq sifətinin keyfiyyəti necədir, mənası nədir? Bunu sizdən də soruşsaq ki, Xaliq sifətinin mənası nədir? Deyəcəksiniz ki, yaratmaq. Necə Xaliq sifətinin mənasını bilirsiniz və necə iddia edirsiniz ki, sifətləri zahiri mənalarla isbat eləmək lazımdır. Eləcə də yəd sifətinin zahiri mənası nədir? Biz bunu soruşuruq. Amma cürət eləmirsiniz ki, yəd, əlin zahiri mənasını deyəsiniz. Cürətiniz satmır bunu deməyə. Çünki əgər desəz ki, Allah Azza və Cəllənin, yəni bu yəd sifətinin, əl sifətinin, əl sifəti ilə əl sadəcə orqandır, vasitədir. Tutmaq üçün, götürmək üçün bir vasitə, alət. Yəni desən ki, Allahın bu əlinin mənası budur ki, bildiyin əldə əl. Nədir mənası? Götürmək üçün, tutmaq üçün orqan, vasitə, alət. Bunun içində deyəcəksiniz, Allahın orqanı var, vasitəsi var. Allah tərkib hissələrdən ibarətdir, parçalardan ibarətdir Allah Subhanahu wa Ta'ala. Ona görə deyə bilmirsiniz. Sonra deyir ki, bəs Allah deyə bilməzdir ki, mən qüvvətimlə, qüdrətimlə yaratdım. Niyə əlimlə deyir? Sonra ayət gətirir ki, bəs Allah Azza və Cəllə Allahdan doğru danışan kim ola bilər? Biz də qəbul edirik. Biz də bu ayətə iman edirik. Yəni, sənin deməyindən belə çıxır ki, sanki biz Allah deyir, biz Allahın dediyini inkar edirik. Öz dediyimizi deyirik ki, yox, əslində Allah belə deməliydi. Belə təqdim edirsən. Məsələn, Allah Azza və Cəllə Tövbə surəsi 67-ci ayətdə buyurur ki, Bismillahirrahmanirrahim. Əl-munafiqinə vəl-munafiqətu ba'duhum min ba'd ya'muruna bil-munkari və yenhavna anil ma'rufi və yaqtubina eydiyahum nasullaha fennasiyahum innel munafiqina humul fasiqun. Allah Azza və Cəllə buyurur. Allah deyir ki, münafiq kişilər və münafiq qadınlar bir-birlərindəndirlər. Pisliyə dəvət eləyərlər, yaxşılıqdan çəkindirərlər. Və bir-birindən möhkəm tutarlar. Onlar Allahı unutdular, Allah deyir. Onlar Allahı unutdular. Allah da onları unutdu. İndi sən o Yunan fəlsəfəsi ki deyirsən, sən Yunan fəlsəfəsi, Allah deyir ki, unutdum. Allah özünə deyir, unutdum. Sən Yunan fəlsəfəsi ilə Allahın unutmağını niyə inkar edirsən? Deyirsən, yəni ki, bu tərk eləmək mənasındadır. Xeyr olsun ki, Allah deyə bilməzdi ki, onlar məni unutdular, mən də onları tərk elədim. Sən Allaha söz öyrədirsən bəyə. Sən Allahın nə deyəcəyinə, Allahın sözünə çəki düzən verirsən bəyə. Niyə təhvil edirsən ki? Unutdum, vəssalam. Necə demirsən, yəd, mövcud, keyfiyyə, məchul. Denən ki, unutmaq, mövcud, keyfiyyətini bilmirəm. Keyfiyyəti məchuldur. Allahın unutmağı var, özünə məxsus. Bunu niyə demirsən? Bunu niyə Yunan fəlsəfəsinə təhvil edirsən? Və yaxud Bəqərə surəsində Allah Azza və Cəllə Sibğətullah kəlməsini işlədir. Yəni, Allahın rəngi, Allahın boyası. Niyə bunu Yunan fəlsəfəsi ilə deyirsən ki, burada yəni, Allah Subhanahu wa Ta'ala'nın dinidir? Niyə? Xeyr olsun. Allaha Subhanahu wa Ta'ala'ya kəlmə öyrədirsən. Allah deyə bilməzdi ki, dinimə, rəhmətimə və s. Ümumiyyətlə, Allahın muradı, Allah öz muradını özü deyə bilməzdi. Sən çəki düzən verirsən. Xeyr olsun ki. Və yaxud Qəssas surəsi 88-də vəcih kəlməsi keçir. Allahın üzündən, vəcihindən başqa hər şey məhv olacaq, məhvə məhkumdur. Xeyr olsun, sən durub deyirsən ki, vəcih orada zat mənasındadır. Allah deyə bilməzdir ki, məndən başqa hər şey məhv olacaq. Sən Allahın kəlməsini çəki düzən verirsən.